Hər günə bir vlog seriyama xoş gəlmisiniz. Son dönəmdə havalar çox yağışlı keçir. Səhər ürəyim dəhşət dərəcədə yumurta istədi. Bunu belə qıranda ağlıma niyəsə Substance filmi gəldi. Filmdən tək yadımda qalan ikonik sarı paltodur. Bir də qızım Pump It Up mahnısı ilə rəqs elədiyi o geyimi. Son illərdə onun kimi izlədiyim çox yadımda qalan bir film xatırlamıram. Xatırlasam deyərəm. Nəysə, səhər yeməyimi hazırladım, keçirəm, qəşəng nuşican eləyirəm. Hava kara bulutlu, yine yağmur yağıyor, sanki günahsız gibi gözlerime bakıyor. Yalan mı? Yalan mı? Of of of. Hər nəysə, acından ölürəm ona görə. Əslində artıq gün ortalığa görə acımışam. Gedirəm özümə qəşəng makaron qaynatmağa, daha doğrusu spagetti, burada çaşdım. Bir tərəfdən də axşama yemək hazırlamalıyam. Nə eləyim deyə fikirləşirdim. Evdə tapdığım ərzaqlardan təbii ki, badımcan, ikrası, fason bir yemək hazırlayacağam. Rəhmətli nənəm günorta nə vaxt məktəbdən evə gəlsəm, soruşurdum ki, nənə yeməyə nə var? Ya deyirdi əcəb səndəl var, ya da həftəbəcər var. Hələ də ikisi arasındakı fərqin nə olduğunu başa düşməmişəm, amma ümumiyyətcə mən onların heç birisini yemirdim. Çünki nənəm içinə soğanları çox yekə-yekə eləyib doğrayırdı. Hətta soğanın yaşıl xətti görsənirdi. Mən də buna görə yeyə bilmirdim. Nəysə, özümə salçalı spagetti hazırlayıram. Bu arada bu dəhşət dadlı olur. Yəni dadına doymaq olmur və mən çox vaxt qatıqsız yeyirəm. Mütləq bu formada yoxlayın. Yay aylarında pomidorun ucuz olan vaxtı olanda da pomidor da vura bilərsiniz içinə. Amma indi pomidor baha olduğu üçün çox da qıymadım. Axşam yeməyimi də belə qəşəng hazırlayıram. Nuşcanla yeyirəm. Sonra da kompüterimdə bəzi işlərim var idi, onları görürəm.